Merhabalar, bugün sizlerle Excel'de Smart Table hakkında danışacağıq. Smart Table nədir? Smart Table bizə rahat şəkildə verilən məlumatları cədvəl formasına salınmasıdır. Yəni bu cədvəlin adi cədvəldən fərqi ondadır ki, bu artıq avtomatik olaraq dizayn verilir. Amma Smart Table təkcə dizayn üçün deyil, həmçinin də avtomatik biz orada filtr verə bilirik, formulanı genişləndirə bilirik, hər hansı bir cəmləmə, orta, say və s. kimi funksiyalardan istifadə edə bilirik, formullardan istifadə edə bilirik və yaradılması üçün də hər hansı məlumatı həm qısa yolla edə bilərsiniz. Məsəl üçün Ctrl+T düyməsini sıxmaqla biz onu aktivləşdirə bilərik. Həm də Home menusundan burada Format as Table formasında var ki, onu klikləməklə aktivləşdirə bilərik. Amma ilk öncə gəlin baxaq görək necə aktivləşdiririk. Təsəvvür eləyək ki, bizə belə bir cədvəl verilib. Görürük ki, bu cədvəl həm dizaynsızdır, həm də çox qarışıqdır. Bunu biz dizayn etməmiz üçün ilk öncə biz bunu seçirik hamısını. Daha sonra gəlirik bu Home menusuna və Home menusunda Format as Table hissəsinə, yəni Styles olan hissədə biz onu klikləyirik və belə bir bizə formatlar açılır, yəni stillər açılır. İstədiyiniz formatı seçə bilərsiniz, yəni dizayn hansısı uyğundursa onu seçirsiniz. Çalışın daha çox bu dark hissəsi olmasın, daha çox biz light ilə işləyirik, yəni mühasiblər kimi, çünki bu göz yormur və hər bir bu dizaynında reporta görə dəyişir. Və indi biz sadəcə olaraq bunu seçək ki, bu formada, yəni dizayn olsun və bizə belə bir balaca pəncərə açılır. Bu pəncərədə nə göstərir? Deyir ki, bizim düzəldəcəyimiz Smart Table-ın ünvanı budur. Yəni burada göstərilən dollar işarəsi onun konkret ünvanını göstərir. Yəni deyir ki, sən bu yeri seçmisən və biz burada da sənə dizayn verəcəyik, Smart Table düzəldəcəyik. Və istəsə burada My Table has headers, burada bunu klikləyirik ki, onun başlığı verilsin. Yəni başlıqları da daxil olsun ki, biz bilək ki, hansı cədvəli düzəltmişik. Və artıq heç bir şey dəyişməyə ehtiyac yoxdur. Əgər istəsəz ünvanı başqa yerdə eləmək, o zaman buradakı ünvanı silib başqa yerdə siz seçməklə aktivləşdirə bilərsiniz. Məsəl üçün gördüyümüz kimi artıq dəyişdi. İndi bizim konkret ünvanımız budur deyə, bu cədvəl üzərində işləyirik deyə bizə bu lazımdır. Ona görə OK sıxırıq və bundan da avtomatik olaraq gördüyümüz kimi bizim Smart Table-ımız yaradıldı. Və Smart Table-ımızda gördüyümüz kimi artıq seçdiyimiz dizayn oldu və təkcə bu dizayn deyil, həmçinin də burada biz keçdiyimiz kimi filtr hissəsi də gəldi. Bu filtr də bizə avtomatik olaraq nəyi filtr edəcəyimizi göstərir. Yəni istəsək bu ayın birinə olan filtri verə bilərik, ayın ikisinə olan filtri verə bilərik və bu şəkildə məhsula aid olan filtrlər edə bilərik, dəftərə aid olan filtr, qələm və s. kimi. Yəni bu bizə təkcə deməli dizayn deyil, həmçinin də qısa şəkildə filtrdən istifadə etməyi də öyrədir. Yaxşı, birdən biz bunu belə bir şey etdik. Sadəcə istəmirik ki, eyni dizaynda olsun. Qərara gəldik ki, burada bəzi dəyişiklik edək. O zaman nə edirik? O zaman yuxarıda biz menulara baxsaq, görürük ki, ən sonuncu hissədə Table Design yazılıb. Həmin o Table Design bizim bu Smart Table-mıza aiddir. Çünki biz bundan əgər hər hansı bir Smart Table olmayan hissəyə toxunsa, görürük avtomatik olaraq həmin o hissə yoxa çıxdı. Deməli, həmin hissə yoxa çıxırsa, deməli, bizim məlumatımız ora aid imiş. İndi onun üçün, onu aktivləşdirmək üçün mütləq şəkildə biz bu sərhəddin daxilində olan hər hansı bir xananı seçməliyik. Yəni, fərqi yoxdur, qələm olsun, miqdar olsun və s. kimi. Orada toxunan kimi avtomatik olaraq görürük ki, yuxarıda belə bir hissə aktivləşir. Deməli, bu hissəyə keçməyimiz üçün klikləyirik və belə bir məlumat açılır. Bu məlumat nədir? Görürük, birinci sütunda olan məlumat table name-dir. Table name bizdə table 1 yazılıb, yəni 1 verilib. Biz bunu mütləq şəkildə dəyişməliyik. İstəsə əgər bu şəkildə qala bilər, amma
Gələcəkdə hər hansı bir məlumatdan, məsəl üçün formuladan istifadə edərkən sizdə hər hansı bir qarışıqlıq ola bilər. Məsəl üçün, indi gəlin bu baxaq görək. Tutaq ki, əgər bir SAM düsturundan istifadə etsək, tutaq ki, SAM düsturundan istifadə edəndə burada məsəl üçün, burada seçəndə görürük ki, table 1 yazıldı. Table 1 bunu biz hər hansı bir ola bilər ki, bizim bir neçə cədvəlimiz olsun. O zamanı table 1, table 2 yazılacaq və görəcəyik ki, bizdə bu məlumat qarışdı. Biz bilməyəcəyik ki, bu table 1 hansı cədvələ aid idi. Ona görə də bu cür qarışıqlıq olmasın deyə mütləq şəkildə biz bunun adını dəyişməliyik. Adını nə verə bilərik? Əlbəttə ki, istədiyimiz hər adı verə bilmərik. Cədvəlimizə uyğun adı verə bilərik. Belə bir nüans var ki, adı dəyişərkən bəzi nüanslara diqqət etməmiz lazımdır. Məsəl üçün, əgər biz bu şəkildə ad versək, arasında boşluq qoyub alışı desək və yaxud da boşluq qoyub rəqəm yazsaq, o zaman avtomatik olaraq görürük ki, burada bizə məlumat verir ki, bu ad düzgün deyil. Çünki burada həm boşluq var, hər hansı bir icazə verilməyən məlumatlar daxil edibsən. Yəni boşluq daxil edibsən, xarakter daxil edibsən, yəni kod daxil edibsən və s. kimi. Yaxşı, bəs biz necə buna ad veririk? Mütləq şəkildə görürük ki, mal alışı bitişik yazılmalıdır. Yəni bura məsəl üçün kod yaza bilmərik ki, çünki məsəl üçün kod yazanda da mütləq şəkildə ora boşluq qoya bilmərik, tire qoya bilmərik. Sadəcə olaraq bu şəkildə yazmalıyıq ki, o onun elə bir yaddaşına versin. Və görürük ki, avtomatik olaraq dəyişilmə yaddaşa verildi. Daha sonra biz nə edə bilərik? Daha sonra biz bu cədvəli hər hansı bir indi bu summarize with pivot table-ı qeyd etməyəcəm, çünki pivot table keçməmişik. Remove duplicates var ki, indi tutaq ki, qeyd edək ki, bizim burada bir məlumatımız var. Tutaq ki, fikir veririk ki, qələmdən 2 dənədir. Yəni dublikat kimi. Bizdə hər hansı belə bir dublikat olarsa, o zamanı biz remove duplicates-dən istifadə etməklə onun elə bir duplikatları silə bilərik. Nə edirik? Bu klikləyirik və bizdə belə bir cədvəl açılır və qeyd edir ki, hansı cədvəli seçirsən, yəni bütün cədvəli sütunlar üzərində işləsin, yoxsa hər hansı bir istəyirsən, tutaq ki, bir dənə adlar üzrə. Bu şəkildə biz cədvəlimizi seçməklə OK sıxırıq və görürük ki, avtomatik olaraq bizdə belə bir məlumat verir ki, bir duplikatim var idi, yəni bir oxşar məlumatım var idi və onu biz sildik və OK sıxmaqla, yəni deyirsən ki, bu avtomatik olaraq cədvəlimizin ölçüsünü də eyniləşdir. Yəni uyğunlaşdır. Və artıq məlumatımız silindi və heç bir boşluq, heç bir dublikat qalmadı. Daha sonra nə edə bilərik? Daha sonra biz məlumatlarımızı insert slicer eləyə bilərik. Bu insert slice biz gələcəkdə keçəcəyik məlumatları qısa şəkildə baxılmasıdır. Yəni bir var filtrlə eləyəndə, məsəl üçün orada biz görmürük məlumatları. Bir də var ki, məsəl üçün burada tarixi seçək. Tarixi seçərkən avtomatik olaraq OK sıxsa, biz burada artıq bu şəkildə filtr görürük. Məsəl üçün burada bu tarix hissəsinə ayın 1-nə klikləsək, ancaq ayın 1-ini göstərəcək. Avtomatik bu filtrləmədir. Ayın 2-sini eləsək, ayın 2-sində olan məlumatı göstərəcək. Əlbəttə ki, bu indi xırda məlumatlarda daha effektiv deyil. Gələcəkdə məsəl üçün biz bu məlumatı iri həcmlidə daha rahat istifadə edə bilərik. Daha sonra məlumatlarımızı məsəl üçün refresh edə bilərik. Tutaq ki, bu bəzən deyəndə daha çox pivot table-da istifadə olunur. Daha sonra biz məsəl üçün burada header row var, total row var, banded row var. Əgər biz məsəl üçün bunu klikləsək, görürük ki, avtomatik olaraq başlıqlar yoxa çıxdı. Və başlıqları biz klikləyirik ki, başlıqlar görünsün. İstəsəz total row-nu eləyə bilərsiniz. Görürük ki, avtomatik olaraq burada total row. Total row odur ki, yəni bizə avtomatik olaraq SAM düsturundan verdi. Ancaq təkcə burada SAM deyil, yəni ümumi və toplanma deyil. Görürük ki, burada bizə qiymətləri ümumi toplayıb 2,5 verir. Biz burada təkcə bu SAM düsturunun, məsəl üçün, bu ox işarəsində kiçik olan filtr işarəsinə toxunsaq, görürük ki, bizə burada SAM-ı verib. Yəni toplayıb ümumi.
İstəsə burada minimumu tapa bilərik. Görürük ki, ən minimumu 0,5-dir qiymətlər arasında. İstəsə maksimumu tapa bilərik. Görürük ən maksimumu burada 2-dir. Yəni 2 manatdır və yaxud da 2 dollardır. Countu tapa bilərik ki, sən demə 2 dənə məlumatımız var. Yəni bu şəkildə bütün məlumatları, məsəl üçün average-ni tapa bilərik və s. kimi. Avtomatik olaraq bizə bunu istifadə edir. Deməli, table dizaynda Smart Table təkcə dizayn verilməsi üçün deyil, həmçinin də bizə bu şəkildə, rahat şəkildə məlumatların, yəni funksiyaların, formatların istifadə olunması üçün də istifadə olunur. İndi yenə qayıdaq table dizayna, görək burada başqa nələr var. Burada misal üçün first columns var ki, avtomatik olaraq klikləməklə biz bunu elə bir highlight edirik. Yəni first columnsları biz elə bir xüsusi olaraq rəngləyirik. Sonra last columns da ola bilər ki, indi bizdə məsəl üçün last columns da yoxdur. Olsa əgər onu məsəl üçün xüsusi qeyd edər. Sonra banded columns var ki, məsəl üçün bu artıq bizə ayırt edir ki, məsəl üçün xüsusi olaraq elə bir sərhədlər qoyur ki, gördüyümüz kimi biz rahat şəkildə seçə bilirik. Bunu götürsək, görürük ki, bu məlumatlar bizdə ancaq düz xətt formasında oldu. Yəni bu şəkildə məsəl üçün filter butonu istəsəz görünməsin, onu klikləyə bilərsiniz ki, filter butonu görünməyə bilər. Amma filter özü qalacaq burada. Məsəl üçün burada filter var. Çünki bizdə burada filter işarəsi varsa, demək filtrimiz var. Sadəcə bunlar məlumatların görünüb görünməməsi üçün istifadə olunur. Yəni bu o demək deyil ki, mən bunu başlığı götürsəm, bu yoxa çıxacaq və yaxud da olmayacaq. Sadəcə olaraq görünməz görünən edir. Bundan sonra biz table-ın stylesını dəyişə bilərik. Məsəl üçün biz indi mavi rəng eləmişik. İstəyirik ki, yaşıl olsun. Yaşıla toxunmaqla avtomatik olaraq bütün bizim cədvəlimiz, yəni rəngi olur yaşıl rəng. Daha sonra belə bir şey də var ki, məsəl üçün resize tables da var ki, məsəl üçün bunu biz indi bu şəkildə də elədik, avtomatik dəyişməyə. Bir də var ki, məsəl üçün bu formasında da dəyişə bilərik. Ölçülərin dəyişilməsini hansı formada istəyirsinizsə, misal üçün o formada dəyişə bilərsiniz. Tutaq ki, mən istəyirəm ki, 12-yə qədər yox, 13-ə qədər olsun. O zaman misal üçün bu şəkildə də seçə bilərsiniz. Görürsünüz ki, avtomatik olaraq 17-yə qədər göstərdi. İstəsəz yox, mən istəyirəm ki, misal üçün 16 və yaxud da 11-ə qədər olsun. O zaman OK sıxmaqla görürsünüz ki, 11-ə qədər gəldi. Yəni bu şəkildə avtomatik olaraq biz məlumatlarımızı cədvəlimizin ölçüsünü dəyişə bilərik. Yəni aktivləşdirib hər hansı bir xananı seçəndə görürük ki, burada xananın rəqəminin, yəni aid olduğu ünvanı konkret göstərir. Yəni bu cür qarşılıq olmasın deyə, konkret ünvanı göstərsin deyə biz mütləq şəkildə bəzən bunun Smart Table-dan çıxardırıq. Nə edirik? Ctrl-A-dan seçə bilərik cədvəlimizi. Daha sonra məsələn bu şəkildə də seçə bilərik. Tutaq ki, indi mən qısa yolla seçmədim, uzun yolla. Çünki ola bilər ki, burada boşluq ola bilər. Ctrl-A-da bildiyimiz kimi ancaq boşluğa qədər işləyir. Nəysə, indi biz burada gəldik, bunu seçdik və istəyirik ki, artıq bu Smart Table-lıqdan çıxsın və adi cədvəl formasında olsun. Nə edirik? Converted range. Converted range avtomatik olaraq bizə normal cədvəl verəcək. Bütün dizayn, style, yad, hər şey qalacaq. Sadəcə olaraq da artıq, misal üçün, Smart Table olmayacaq. Və biz bunu OK sıxırıq. Görürük ki, avtomatik olaraq biz, misal üçün, burada yenidən sum düsturunu yazsaq və burada klikləsə, avtomatik olaraq görürük ki, bizi artıq xananın ünvanı göstərdi. Yəni, C-ci sütundadır və 11-ci sətirdə olan xanamızdır. Və bu şəkildə məlumatdan istifadə edərək biz Smart Table-dan istifadə edib rahat şəkildə məlumatlarımızı, cədvəlimizi hazırlaya və raportlarımızı hazırlaya bilərik.